Salam mənim əziz Azərbaycan qardaşlarım, Azərbaycan bacılarımız. İnternetdə Aslan xanımın dediyi təhqirlərə cavab olaraq hamınız bir olmusunuz. Doğrudan da Azərbaycanlının bu qədər bir-birini dəstəkləmələri ürək açır. Belə bir Azərbaycan qardaşlarını, Azərbaycan bacılarını təhqir edən əldən qayırma deputatlara cavab verdiyiniz üçün sizə şəxsən minnətdarlığımı bildirirəm. Mən də sizlərə qoşuluram. Demək istəyirəm ki, bu Aslan xanım, sizin heç də Azərbaycanlıları belə təhqir etmək ixtiyarınız yoxdur. Bu səlahiyyət sizə hansı məmura verilib ki, onlar Azərbaycan xalqını belə təhqir etsinlər. Hətta onları bu dərəcədə alçalsınlar. Mənə elə gəlir ki, sizin özünüzün dediyiniz sözlər sizin özünüzə layiqdir. Hansı ki deputat maaşı alırsınız, sizin burnunuzdan gəlsin. Azərbaycanlılardan aldığınız rüşvətlər burnunuzdan gəlsin. Bütün siz bir heç olmasa gözünüzü açın, baxın görün. Azərbaycanda neçə gözəl evlər tikilir, hansı pullar tikilir? Bəlkə sizin şərait yaratdığınız Azərbaycanda açdığınız iş yerlərinin sayəsində alınan pullarla mı tikilib? Xeyr. Bütün bu pullar hamısı Rusiyadan, digər ölkələrdən, Ukraynadan, Türkiyədən, Germaniyadan və başqa ölkələrdən Azərbaycanlıların əl zəhməti ilə qazandıqları pullarla tikilib. Siz nə səbəbdən belə bir hərəkətinizlə xalqı prezidentin üstünə qaldırırsınız? Axı biz prezidenti həmişə dəstəkləmişik. Prezident alicənab insandır. Prezidentin öz problemləri var. Xarici problemlər, daxili problemlər. Siz də bu tərəfdən bir problem yaradırsınız prezident üçün. Mən özümü tuturam İlham müəllimə. Sizdən xahiş edirəm, tədbir görün. Bəzi deputatlara özümü tuturam. Aranızda hamısı rüşvətxor deyil. Vətənini sevənlər də var. Vətəni üçün ürəkləri yananlar da var. Siz də öz reaksiyanızı verin. Siz də göstərin ki, siz də xalqla birsiniz. Ya da bəzi kabinetlərdə oturub yalanan güya üzr istədi deyə xalqın qarşısına çıxıb çıxış edirsiniz ki, üzr istədi. Amma biz bu üzrü heç də qəbul etmirik. Siz çıxıb xalq qarşısında internet vasitəsilə, televiziya vasitəsilə üzr istəməlisiniz. Bəlkə biz onu qəbul etdik. Nəysə, sizə təhqir etmək istəmirəm. Bu videoya çoxlu Azərbaycanlılar, xanımlar, bacılar baxır. Siz heç də onları alçaltmayın. Siz bu sözlərinizlə təkcə biz kişiləri yox, biz xanımlarımızı, balalarımızı, nəvələrimizi alçaldırsınız. Özümü tuturam əziz qardaşlara.